Hər insanın daxilində bir istedad yatır. Əsas həmin istedadı kəşf edib üzə çıxarmaqdır. Gənc istedad adlı yeni rubrikada bu missiyanı öz üzərimizə götürmək qərarına gəldik. Rubrikanın ilk qonağı Azərbaycanda və onun hüdudlarından kənarda tanınan 2 qat Avropa çempionu Rövşən Bayramovdur. Yeniyetmələr arasında 2 dəfə Avropa mükafatçısı olmuşam, 3-cü yer. Gənclər arasında dünya çempionu, 1-ci mükafatçısıyım. Böyüklər arasında Avropa üçüncüsü, dünya çempionu, gümüş medalçısı, 2 dəfə Avropa çempionu, dünya çempionu, 1-ci mükafatçısı və Pekin Olimpiya oyunlarının gümüş mükafatçısı. Rövşən hələ 12 yaşından idmana olan istedadını necə deyərlər üzə çıxarıb. İdmana marağım var idi, amma yönəldənim yox idi. Kimsə hansısa bir idman növünə mənə aparsın, yazdırsın, eləsin. Mənim o yox idi. Bir dəfə demək olar ki, elə bir qohumlara ona gedərkən gördülər ki, çox təcəlli edirəm və belə qərara gəldilər ki, enerjimi havaya sərf eləməyib və Yunan Roma görüşünə yazdırdılar. Rövşən ilk qələbəsini 2002-ci ildə Rusiyada yeniyetmələr arasında keçirilən yarışda qazanıb. Ən böyük uğurunu isə o qardaş ölkədə, Türkiyədə əldə edib. Pekindən gələndən sonra tanıyanlar da çox oldu. Əlbəttə, biraz məsuliyyət çoxaldı. Gələn yarışlarda əlbəttə, biraz daha da çalışırdım, özümü ciddi hazırlaşım, qələbələrim üzərində işləyim. Şükürlər olsun ki, bu il, necə deyərlər, nailiyyətlə başa vurdum. Məşhurluq, beynəlxalq səviyyəli turnirlər və uğurlar gənc istedadın başını döndürmür. Rövşənin bütün bunlardan bezdiyi vaxtlar da olur. Çəki salan vaxtları çox çəki salırdım, harca 7-8 kilo. Onun da axırıncı o yarım kilo, 1 kilo da əlbəttə çox əsəbi olur adam. Biraz peşman deməzdim, ağır oldu. Ondan biraz özümdə deyirdim ki, daha güləşməyəcəm, idmandan uzaqlaşıram. Buna baxmayaraq hər dəfə bu sözü deyirəm. Bugünlük bu qədər. Yeni istedadın axtarışına yollanırıq. Növbəti həftə daha bir istedadla görüşünüzə gələcəyik. Gözünüz bizdə olsun.